din uğrunda, vətən uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhlarını salavatla yad edir. Allahümme salli ala Muhammed ali Muhammed. Zamanı imamımızın zuhurunun təcillə bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü və gəlişi ilə qəlbimizi, dünyamızı nura qərq etməsindən və yer üzərindən haqsızlığın aradan gedərək haqqa, ədalətsizliyin aradan gedərək ədalətə, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olmasından ötürü salavat zikr edək. Allahümme salli ala Muhammed Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nestəin. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdeten min lisani yefqahu qawli. Amin ya rabbel alamin. Allahümme ec'al li fihi nasiben min rahmetikel vasi'ah. واهدني فيه لبراهينك الساطعة وخذ بناصيتي إلى مرضاتك الجامعة بمحبتك يا أمل المشتاقين آمين يا رب العالمين. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm, sübhün bu çağında, bu vaxtında Allah evinə toplaşan və bizi istər ölkə daxilindən, dilbər güşələrimizdən, istər də ölkə hüdudlarından kənarda canlı vasitəsilə izləyən hər kəsə Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları və Quran-ı Kərimdən oxuduğumuz ayətləri ali dərəcədə qəbul eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz müsəlmanlar, möminlər, bildiyimiz kimi bugün artıq mübarək Ramazan ayının rəhmət, bərəkət, məğfirətlə dolu olan ayın artıq 9-cu sübhündəyik. Və bugün bildiyimiz kimi mübarək Ramazan ayının artıq ikinci cüməsini yaşayırıq. Artıq ikinci cümədir, mübarək Ramazan ayına düşür. Bunun üçün Rəbbimizə inanın, nə qədər şükür etmiş olsaq, yenə azdır. Biz bu ifadələri, məhz bu indi deyəcəyim sözləri hər gün ona görə qeyd edirəm ki, doğrudan da hər günümüz, hər açılan sübhümüz Rəbbimizin bizim boynumuza minnət qoyaraq lütfü və kərəmi sayəsində bizi bağışlatması üçün imanın kəmal dərəcəsinə, o kamillik zirvəsinə çatmamız üçün bizlərə ömürdən verilən möhlətdir, ömürdən verilən şanslardır. Çünki həyatda çevrəmizdə eşidirik, indi biraz ruhani olduğumuzdan bizə olan zənglərdən bilirik. Amma burada eləşən insanların əminəm ki, belə deyək, dünən bir ölüm xəbəri almadığı kəs olmaya bilməz. Yaxından, uzaqdan, doğma, kənar fərq eləməz. Yəni, hər gün tanıdığımız çevrəmizdən, iş yoldaşımızdan, kollektivimizdən, olduğumuz yerdə görsən biri deyir, rəhmətə gedənim var və s. Yəni, həmin o dünyasını dəyişənlərin hər birinin yerində mən də ola bilərəm, sən də ola bilərsən. Və bugün aramızda mən bu 9 gündə gəlməyib, 9-cu gün gələn qardaşları görürəm və həmd olsun ili ildən və günü gündən sayımız artır. Allah bu birliyimizi, bu vəhdətimizi, bu səmimiyyətimizi daha da artıq etsin. Amin. Və
niyə biz daha çox təşviq edirik? Çünki çox olan yerdə cəmaatla edilən duaların qəbul olmasında çox ümidlər var. Çünki bu toplumun içərisində kimin Allah dostu olduğunu biz tanımırıq, bilmirik. Amma ola bilər ki, o elə bizim içimizdədir. Yəni, o nöqteyi nəzərdən deyirlər bir el duası, bir cəmaat duası, bizim dilimizdə belə bir deyim var. O bilirsinizmi niyədir? Çünki nəfəsi pak olan, niyyəti saf olan, qəlbi təmiz olan insanların duası daha tez eşidilər. Allah daha tez qəbul edər deyə cəmaatla edilən dualara ona görə, toplumla edilən dualara ona görə üstünlük verilir. Və həmd olsun Allah boynumuza minnət qoyub, illərdir ki, sübhün bu çağında, mübarək Ramazan ayında birlikdə ibadət edirik, dualar edirik, günün dualarının şərhi və izahı barədə danışırıq. Allah bu neymət-i üzmanı əlimizdən almasın. Bu, əslində, inanın, bir xatiriyə çevriləcək və bir gün Allah hamımıza can sağlığı versin. O yatağa düşəndə və yaxud da indi müəyyən səbəbdən gələ bilməyəndə bu günlərin o qədər həsrətini çəkəcəksən, bu günlərin o qədər kaş-kaş deyəcəyin anlar olacaq. Bu, bilirsinizmi? Gəlməyən bir cür, gələn bir cür heyfislənir. Yəni ki, bundan da artığını etmək olardı deyə. Bu, bilirsiniz, bir təşbih edəcəm, sonra günün duasına keçəcəm. O, dünyanın fatihləri olubdu. O fatihlərdən biri də Zülqərneyn, İskəndər, Makedoniyalı İskəndər də deyirlər. Şərqdən qərbə fəth eləyib, səltənət sahibi olub. Deyir, ordusu ilə, əskərləri ilə bir zülmət, qaranlıq bir yerdən keçərkən bir parıltı görürlər. Bəziləri ümumiyyətlə heç biri bilmir, bəziləri ondan götürür, bəziləri götürmür. Yəni, heç kim bilmir nədir, amma bir ağırlığı da yoxdur da, görürlər nəsə parıldayır, əl atıb bəzisi əskərlərdən götürür, bəziləri götürmür. Deyir, o zülmət qaranlıq yerdən işıqlığa çıxanda, aydınlığa çıxanda, deyir, götürənlər də peşman olur, götürməyənlər də peşman olur. Baxıb görürlər, ləl, cəvahirət, daş, qaş, çox əntiq, dəyərli bir şeydir. Götürənlər peşman olur ki, bundan çox götürə bilərdim də, amma nəfsin əlindən. Nəfs doymur ki, nəfsin gözü doymur. Bu, az götürdüyünə görə peşman olur. O, heç götürməyən, niyə götürməyib deyə peşman olur. Yəni, götürən də, götürməyən də ikisi neyniyir? Peşmançılıq çəkir. Bu, əməl də belədir. Mən o dünyəvi tərəfin misal verdim. Çünki mənəvi tərəfə bağlılığımız biraz azdır. Dünya misalı vuranda daha tez, belə deyək də, qəbul edirik, anlayırıq. Və bu maddi tərəfindən indi keçid alınan mənəvi istiqamətə. Bu, mənəvi əməldə belədir. Onu dadan, peşmançılığını çəkəcək, orada nəticəsini görən peşmançılıq çəkəcək ki, mən bundan artığını eləyə bilərdim. Məsələn, evdə yatmayıb durub gələ bilərdim. Amma dedim, sabah 9-cu günəyəcən elə sabahım çəkib. Bəzisində hələ də, məsələn, gəlib çıxmayıb. Elə sabah gedərəm, elə biraz, inşallah hələ vaxta var. Bu edən, ona verilən savabı görəndə peşman olacaq ki, Allah, mən bunu artıq eləyə bilərdim, çox eləyə bilərdim. Niyə az elə? Heç etməyən də etmədiyinə görə peşmançılıq çəkəcək. Ona görə bunlar bir neymətdir, sağlamlıq neymətdir. Yəni, əgər biz sağlam olmasaq, oruc ola bilmərik. Sağlam olmasaq, sübhün bıçağında durub Allah evinə gələ bilmərik. Sağlam olmasaq, buradan çıxandan sonra ailə və övladımızın himayəmizdə olan insanların ehtiyacını qarşılayacaq
ruziyə sahiblənə bilmərik. Bu nemətlər üçün gərək Allaha biz həmd eləyək, Allaha şükr eləyək. Çünki o həmdə, sənaya, tərifə layiq olan yeganə varlıqdır. Və günümüzün duasında da çox diqqət çəkən bir dua ilə başlayırıq. Allahümmə cəalli fihi nəsibən min rəhmətikəl vasiə. Oruç tutan şəxs deyir, ilahi, mənə bugün öz geniş rəhmətini qismət et. Allahın rəhməti hər şeyi əhatə edir. Hətta Allahın rəhməti qəzəbini üstələyir. Buna bariz bir misal, niyə rəhmətikəl vasiyədir? Hətta Kumeyl duasında İmam Əli əleyhissalam buyurur ki, Allahım, səni hər şeyi əhatə edən rəhmətinə and verirəm. Yəni, Allahın rəhməti hər şeyi əhatə edir. Çox sadə bir misal, yəqin ki, uşaq vaxtı biz özümüz də bunu yaşamışıq. Bəlkə də uşaqlarımız da düzdür. İndi müqayisə ilə böyüklərimiz təsdiqləyər. İndi biz uşaqlıq illərimiz də yadımızdadır və çox-çox üzr istəyirəm, öz uşaqlarımızla davranışımız da. Mən elə 40-40-ın üstü olan, burada olan əzizlərimədir. Əgər baxmış olsaq, bir 30 il bundan öncə biraz ailələrdə davranışlar fərqli idi. Mən bütün mənfi müsbətləri müzakirə etmək və paralel şəkildə müqayisə etmək istəmirəm. Mövzu o deyil. Əslində, o mövzuya daxil olsaq, biraz geniş danışmalıyıq. Amma çox sadə, biraz o vaxtlar gördün, indiki qədər övlada, mən demirəm, diqqət edilmirdi. Amma biraz övladları vurma məsələləri, təlim-tərbiyə metodunda fərqli üslub var idi. Düzdür, o zaman biraz Allah saxlasın, övladlar da çox idi. 8, 10, 12, məsələn 14, 16. İndi neçə ilə, məsələn, indi qidadandır, nədəndir, onlar müzakirə mövzumuz deyil. Bir dənə, 2 dənə olanda elə əlin içində, gözün belə deyildi, qabağında istəyirsən, saxlayasan. Məsələn, 2 ev o tərəfə, nə bilim, bir məhəllədə uşağı dükana göndərəndə, biraz gec gələndə ürəyin dözmür. Bir ardıca çıxırsan, bir qapıya çıxırsan ki, görüm Allah, niyə gecə? Amma bizdə, məsələn, bir 30 il bundan qabaq, neçə saat heç hardadır, niyə gecikdi, belə bir şeylər yox idi. Və yaxud vurmaq məsələsi, məsələn, bir sözlə çəkəcəyim misal budur ki, bəzən elə situasiya yaranıb ki, indi uşaq atanı bir həddə çatdırıb ki, övlad da bilir ki, ata bəlkə uşaq vurandı, döyəndi, ya bir neçə dəfə, ya elə bir həddə çatdırıb bilir vuracaq, qaçır və ata da bunun ardıca belə bir səhnəni gözünün qabağına gətirəcək, özün yaşamısansa dəqiq bilərsən. Bilməsəndə mən danışa-danışa bir obrazlaşdır da, zehnində bir bunu fikirləş və səhnələşdir. Gəlib elə bir yerə dayanıb dirənirsən ki, daha baxırsan ki, qaçış yoxdur da, ata da çatır. Orada zirəng olan uşaq, biraz zirəng tərpənər. Gör ki, ata bərk əsəbləşir və qaçış yolu da yoxdur. Orada atanın qəzəbindən rəhminə sığınır. Özün atır atanın ayağının altına, başlayır ağlamağa, yalvarmağa. Ata, indi hər öz sözü ilə də səhv eləmişəm, qələt eləmişəm, müəyyən ifadələr və başlayır ağlamağa. Uşaq bilir ki, ata bunu bərk vuracaq da. Amma atanın ürəyi var. Axı, o övlad atanın canının bir parçasıdır. Orada təsəvvür elə, uşaq atanın qəzəbindən onun rəhminə pənah aparır. Və orada ata boşalır, bu mənada ki, süsləşir və rəhmi ona qələbə çalır. Övladın bağrına basır və ağlaya-ağlaya, oğlum, axı, mən səni vurmaq istəmirəm, səni döymək istəmirəm, sən mənim balamsan, sən mənim canımın bir parçasısan, axı, niyə belə eləyirsən?
Bu misalı bilirsinizmi niyə çəkdim? Əgər bir insanın qəzəbindən onun rəhminə sığınan halda insan ona keçəcək eləyirsə, bu rəhmətin özü olan, mərhəmət sahibi və ərhəmür rahimin, rəhimlilərin ən rəhimlisi olan Allaha insan onun rəhmətinə sığınsa, Allah onu bağışlamazmı? İnanın bağışlayar. Hətta bugün günün duasını mütaliə eləyəndə bu duanın bəndində bir hədislə qarşılaşdım. Qüdsi hədislərin birində Allah Teala Bəni İsrail peyğəmbərlərindən birinə deyir ki, gözüm bəndələrimin yolundadır. Nə qədər mən onları gözləyəcəm, nə qədər onların intizarını çəkəcəm ki, onlar mənə doğru gəlsinlər, mən onları bağışlayım. Yəni, bu sözün içərisində bilirsinizmi necə ilahi rəhmət yatır, dayanır? Deyir, mən intizarını çəkirəm ki, mənim bəndələrim gəlsin, mən onu bağışlayım. Niyə gəlmirlər və niyə mənlə bağışlamaq istəmirlər? Bu sözdə Allahın yaratdığı bəndəsinə nə qədər şəfqətli, nə qədər məhəbbətli olmasını göstərir. Və buyurur, Allahümmə cəalli fihi nasibən min rahmətikəl vasiyə. Allahım, bugün mənə öz geniş rəhmətindən pay ayır. Vahdini fihi li bərahinikə sati'ə. Yəni, insan kör-körənə hidayət istəmir. Yəni, təqlidi hidayət istəmir. Təqlidi hidayət bilirsinizmi nədir? Ata-ana belə eləyir, mən də eləyirəm. Yox. Oruc olan şəxs bu günləri Allahdan kör-körənə təqlidi, übudiyyət, bəndəçilik istəmir. Deyir, ilahi, mənə bugün öz geniş rəhmətindən qismət et və məni aydın, qüdrətli dəlillərinlə müvəffəq et. Yəni, mənə o agahlığı, o iti ağlı, zəkanı nəsib et ki, mən səni tutarlı dəlillərlə tanıyım. Mən səni necə bir qüdrət sahibi olduğu əql üzündən, dərk üzündən tanıyım. Elə kör-körənə mənim Allahım var deyə yox. Amma necə bir Allahım, necə bir əzəmətli, qüdrətli Allahım var deyə mən tanıyım. وَخُزْ بِنَاسِيَةِ إِلَى مَرْزَاتِكَ الْجَامِئَ. Allahım, məni öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Yəni, məni bugün səni razı salacaq bütün işləri görməyə, səni razı edəcək bütün əməlləri yerinə yetirməyə mənə müvəffəq etkinən. Bilirsinizmi bu duanı niyə oruc olan şəxs istəyir? Çünki oruc olan şəxs bilir ki, insanın əsas iki düşməni var deyərlər. Biri zahiri, biri batini. Bizim zahirdə olan düşmənimiz şeytandır. Amma bizim daxilimizdə, batinimizdə olan, yəni düşmənimiz isə nəfsdir. Şəbaniyyə xütbəsində Peyğəmbər salavatullah buyurur ki, Allahın salavat və salamı olsun. Bu ay elə bir aydır ki, bu ayda şeytan zəncirlənər. İblis insana təsir edə bilməz. 11 ayda nə eləyirdin? Hamısını atırdın, yıxırdın şeytanın boynuna. Biraz əsəbləşirdin, indi ifadəyə diqqət eləmirdin. Əsəbləşib bəzi hərəkətlər, biraz əsəbin soyuyanda deyir, Allah lənət eləsin şeytan. İndi biraz eldili deyir, Allah kör şeytana. İndi niyə kör şeytan deyir? Onun bir əhvalatı var. O, Həzrət İbrahim Peyğəmbərə, İsmailə, anası Hacərə yaxınlaşanda daş atıblar. Onun bir gün əhvalatını danışarıq. Bir sözlə nə edirdik? Deyirdik ki, şeytan elədi, şeytan azdırdı. Məsələn, hər nə görürdün, elə deyirdin, Allah lənət eləsin, şeytan mənə vəsvəsə elədi, yolumdan çıxartdı. İndi bəs yaxşı, bu ayda şeytan zəncirlənib,
Elə o bir ayda elədiyi yenə eləyirsən. İndi şeytan yoxdur. Şeytanın üstünə yıxa bilmirsən, yükləmək olmur. Deməli, məlum olur ki, elə 11 ayda da özün eləmirsən, amma şeytanın üstə yıxmısan. Aman bu nəfsin əlindən, aman bu nəfsin əlindən, aman bu nəfsin, nəfs nələrə qadirdir. Nəfs bu vaxt çərçivəsində necə o şərləri, necə o pislikləri sığdırdı, necə insanı vadar elədi. Ona görə Sad surəsinin 82-83-cü ayəsində şeytanın vəsvəsəsi insanı Allahdan uzaq sala bilər. Bəli. Çünki o məlun Allahın dərgahından qovulanda Allaha vəd verdi. Qalə fəbi'izzətikə ləuğviyennəhum əcmain. And içdi. Dedi ki, iblis dedi, Allah sənin izzətvə and ola. Yəni, o Allahı tanıyırdı. Sənin qüdrətvə and ola. Onların hamısını aldadıb doğru yoldan sapındıracam, çıxardacam. İlla ibadəkə minhumul muxləsin. Amma bir zümrədən başqa. Onların arasında sənə xalis və seçilmiş bəndələr istisna olmaqla. Onlara mən hakim ola bilməyəcəm. Onlara mən vəsvəsə edə bilməyəcəm. Amma onlar xaric, onlar istisna, bütün insanlara mən onların zəif tərəfindən birinin baxırsan, ibadəti gözəl yerində, amma adamın yalanı saya gəlmir. Məsələn, ibadət yerində, amma görürsən ki, qeybəti qadınlarla çıxıb, amma bu onları da keçib. Misal da, görürsən ibadəti yerində, amma musiqisiz deyir, məsələn, mən musiqiyə qulaq asmasam işləyə bilmirəm. Namaz qılan da, əlində təsbih, alnında möhrücü, deyir, motivasiya verir mənə, biraz musiqi olanda biraz da ruhlu işləyirəm, yaxşı işləyirəm. Yəni, hərənin bir zəif nöqtəsi var. O məlun hərəni bir şeylə. Məsələn, baxırsan, mömindir, ibadəti yerində Ramazan ayıdır da, Quranın nazil olduğu aydır. Bizim bugün yaralı yerlərimizdən biridir. Mən təəssüf hissi ilə bunu, indi çəkiliş də gedir, bəzi şeyləri çox da demək olmur. Görürsən ki, ibadət əhlidir, məscid əhlidir. Adam Ramazan boyu bir dəfə də olsun Quran üzü açmır, amma saatlarla çayxanada, kafedə 101 oynayır, nerede oynayır? Axı bu sənin ömrün gedir. Axı bu Ramazan ayıdır. Bu Quranın nazil olduğu aydır. Bir Quranı əlinə al, bir ayə oxu, ayənin barəsində tədəbbür elə. Amma 3 saat, 4 saat görürsən, yığışırlar, dayanmadan elə səslər də götürür, o ona, bəzən bir-birini aşağılayacaq ifadələr də. Bu nə imana yaraşar, nə möminliyə yaraşar. Sən məscid əhlisən. Sən ədəbinlə, ərkanınla, əxlaqınla, rəftarınla sən nümunə olmalısan. Ona görə o məlun şeytan hərənin bir zəif nöqtəsini tutub, həmin o zəif nöqtədən bəzən əməlimizi gözümüzdə böyüdür. Maşallah ibadətin yerində, maşallah zikrin yerində, o biri tərəfdən bizi əlimizdə olanları alır, biz onu görmürük, bunu amma bizim gözümüzdə neyniyir? Böyüdür. Bunlar çox həssas məqamlardır, nüanslardır. Çox sizi yormayayım. Bugün həm də cümə günüdür. İnşallah ki, gün orta cümə xütbəmiz də olacaq. Allahdan diləyək, etdiyimiz duaları bizdən qəbul eləsin. Amin. Günümüzün duasında qeyd olunduğu kimi hər birimizə bugün öz geniş rəhmətindən pay ayırsın. Amin. Və Allahı dərk etməyimiz üçün, tanımağımız üçün açıq, aydın, tutarlı dəlillərlə onu tanımağı bizə nəsib eləsin. Amin. Allahım, bu cümə günündə edilən bütün duaları bizdən qəbul et genən. Amin.
Zamanı imamımızın zuhurunda təcil etcinən. Allah bu danışdığımız sözləri qəlbimizdə, ruhumuzda təsirli ifadələr, sözlər qərar verginən. Allah cümləmizi iman nuru ilə nurlandırginən. Allah dilimizdən La ilahə illallah Muhammedun Resulullah Aliyyun veliyullah kəlmələrini almaginən. Allah bizi Qur'an və Əhl-i Beyt əleyhimussalamla məşhur etginən. Allahım bu birliyimizi, bu vəhdətimizi, bu səmimiyyətimizi, bu dostluğumuzu, qardaşlığımızı daimi əbədi etginən. Allahım sayımızı günü-gündən daha da artıq etginən. O qardaşlarımız ki, sübhün bu çağında maşını olmayan dostları, qardaşları qapılarından, evlərindən götürürlər. Allahım, onların ömürlərinə, mallarına, qazanclarına bərəkət verginə. O maşını olmayanlara elə bu mübarək Ramazan ayında maşın nəsib et ki, başqa dostları, qardaşları götürüb gətirsinlər inşallah. Allahım, bu yuxulu halda mürgiliyə amin deyənlərin günahlarını bağışlayacaq. Etdiyimiz duaların qəbuluna Muhammed və al Muhammedə səlavat seçirlər. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyike Hacet ibnil Hasan salatuke aleyhi ve ala abai fi hazis sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve gaiden ve nasira ودليلا وأينا حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا رسول الله السلام عليك يا نبي الله السلام عليك يا أمين وحي الله السلام عليك يا محمد بن عبد الله اللهم صل على محمد. السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين السلام عليكما يا سيدي شباب أهل الجنة الحسن والحسين السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين إذا أصابتهم مصيبة فقالوا إنا لله وإنا إليه راجعون فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا بقية الله
السلام عليك يا حجة الله. السلام عليك يا نور الله. السلام عليك يا عين الله. السلام عليك يا باب الله. السلام عليك يا صار الله. السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجه وسهل الله تعالى مخرجه وهلك الله تعالى بالنبي المتلى وآله وبالفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على